Hamını salamlayıram. Excel proqramında hesablama əməliyyatları ilə tanışdığımız davam edir. Çalışma 3 vərəqinə keçirik. Burada öncəki dərslərimizdə apardığımız hesablamaları davam elətdiririk. Biz bu çalışmada ödəniləcək məbləğ sütununu hesablamalıyıq. Düsturu daxil edirik. Bərabərdir. Məbləğ çıxılsın endirim faizinin məbləği. Enteri sıxırıq. Gördüyümüz kimi bu xanaya prosentlə, yəni faiz formatı tətbiq olundu. Bəzən olur ki, Excel biz düsturlarda hesablama apararkən xanaya prosentlə, yəni faiz formatını tətbiq edir. Bunun düzəliş etmək üçün biz xana qeyd edilir, keçilir çislo qrupuna. Buradan Общий formatı seçilir. Daha sonra düstur sütun üzrə kopyalanır. Aldığımız nəticələri H sütunundakı nəticələrlə müqayisə edirik və nəticələrin doğru olduğunu görürük. Bəzən lazım ola bilər ki, biz endirim faizi nəzərə alınmaqla ödəniləcək məbləği bir xanada hesablayaq. Bunu iki üsulla edə bilərik. Bəzilər səhvən belə hesab edir ki, məbləğ çıxılsın endirim faizi bizə doğru nəticəni verəcək. Misal üçün, gəlin bunu nəzərdən keçirdək. Məbləğ çıxılsın endirim faizi. Enteri sıxaq. Gördüyümüz kimi biz belə bir nəticə əldə elədik. Bura faiz formatı tətbiq olunur. Gəlin faiz formatını ləğv eləyək. Bu nəticənin haradan əldə olunduğunu gəlin daha aydın nəzərdən keçirdək. Biz ötən dərslərimizdə də demişik ki, riyaziyyatda bir elə 100% hesab olunur. O səbəbdən Excel həmin bu 4640 dollardan 1 çıxır, yəni həmin o 100%-i çıxır, nəticə alınır 4639. Həmin bu bir rəqəmindən bir rəqəminə 100% hesab edərək ondan, yəni həmin bu 100%-dən 20% çıxır. Deməli, alınır 80% və biz görürük ki, buradakı nəticə hansı səbəbdən bu formada alınıb. Yada saxlamaq lazımdır ki, məbləğdən faizi çıxmaq olmaz. Birinci endirim faizi hesablanmalıdır. Daha sonra ödəniləcək məbləğdən çıxılmalıdır. Deməli, düsturumuz bu formada olmalıdır. Məbləğ çıxılsın, məbləğ vurulsun, endirim faizi. Yəni, bizim halda düstur belə formada olmalıdır. Bərabərdir. Məbləğ çıxılsın, məbləğ vurulsun, endirim faizi. Endirim faizinin xana linkini fiksasiya edirik. Enteri sıxıb və nəticəni kopyalayırıq. Bu hesablamanı başqa cür də aparmaq olar. Bizim məbləğimiz var. Ondan 20% çıxmaq lazımdır. Deməli, məbləğin 80% qalmalıdır. Bir riyaziyyatda 100% hesab edildiyindən düsturu bu formada daxil edə bilərik. Bərabərdir. Məbləğ vurulsun, mötərizə açırıq. Mötərizə daxilində 1 çıxılsın, endirim faizinin xana linki, enter. Və gördüyümüz kimi nəticə eynidir. Videonu layklamağı, kanala abunə olmağı unutmayın. Sağ olun.